öz fənninizin məzmun xəttini deyin. Demək, mənim təlimin əsas 4 məzmun xətti var. Birincisi informasiya prosesləri, formallaşdırma, modelləşdirmə, proqramlaşdırma və alqoritmləşmə. Üçüncü, kompüter informasiyası və kommunikasiya texnologiyaları və onların sistemləri. Dördüncüsü isə cəmiyyətin informasiyalaşdırılması. Əla, təşəkkür edirəm. Sonra Leyla müəllimə. Bəli, müəllimə. Tarixin 5 məzmun xətti var, müəllimə. Tarixi zaman, tarixi məkan, dövlət, şəxsiyyət, mədəniyyət. Əla, çox sağ olun. Həbibə müəllimə, buyurun. Dinləyib anlama, oxu, yazı, dil qaydaları. Əla, sonra Ülvi müəllim. Bəli, müəllim. Deməli, 4 dənə məzmun xətti var fiziki tərbiyədə. Birincisi, informasiya təminatı nəzəri biliklər. İkinci, hərəkət bacarıq və vərdişlər. Üçüncü, hərəkət qabiliyyətlər. Dördüncü, şəxsiyyətin mənəvi iradi xüsusiyyətlərinin formalaşdırılması. Əla, sonra Tural müəllim. Siz öz ixtisasınızın məzmun xəttlərini bilirsiniz? Bu gündən qoşulduğuma görə məni üzrlüsəz, inşallah növbəti dərslərimizdə daha yaxşı hazırlaşaram. Yaxşı müəllim. Onsuz mən bəli, siz gec qoşulmuşdunuz. Amma deməli ilk növbədə məzmun xəttlərini mütləq növbədə öyrənərsiniz öz ixtisasınızın. Əla. Yaxşı. Sonra deməli belə. Günay müəllimə, ilk öncə sizə belə bir sual verim. Ümumi təlim nəticəsi deyəndə nə başa düşürsünüz? Yəni başa düşdüyünüz kimi izahat verin. Kitab cümləsinə ehtiyac yoxdur. Belə başa düşürəm ki, mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş bir səviyyədə, yəni o əvvəlcədən müəyyən olunur, onu dəyişdirmək olmur. Necə yəni? Məsələn, başqa biraz da açıqlama gətirin, mən başa düşmədim. Elə bir siz müəllimsiniz, mən öyrənciyəm. Mən deyirəm ki, müəllimə, mən başa düşmədim. Biraz da aydınlıq, izahat verə bilərsiniz zəhmət olmasa mənə. Misallarla, adi bir dənə həyatdan misal gətirə bilərsiniz. Ümumi təlim nəticəsinə misal gətirə bilərəm. Yəni bu təlimi bitirdikdə şagirddə hansı bacarıqlar formalaşır, hansı biliklər əldə eləmiş olur. Yəni bu nəticələr əvvəlcədən müəyyən olunur da. Bəli, doğrudur Günay müəllimə. Əvvəlcədən bilirik ki, sonda şagird hansı bilik, bacarığa yiyələnəcək. Doğrudur. Mənim üçün yol xəritəsi olmuş olur da. Yəni əlimdə dəqiq bir konkret bir olur. Nailiyyət olur ki, bunun sonunda mən şagirdlərə nə öyrədəcəm. Bəli, məsələn, bunu məktəbdə müəllimlərin əlində olan nəyi misal gətirə bilərik? Təlim nəticəsi kimi. Jurnal. Yox, bu sualım olsun Həbbə müəlliməyə. Həbbə müəllimə. Həbbə müəllimə, sizdə görüntü açılıb, səs yox. Görüntü açmısınız, səs yox. Bəli, müəllimə. Aha. Dedim Həbbə müəllimə. Baxın, təlim nəticəsində, ümumi təlim nəticəsində hansı ümumi təlim nəticələrimiz var? Buyurun. Məsələn, səviyyələr üzrə təlim nəticəsi deyəndə nə başa düşürsünüz? Səviyyələr üzrə də, yəni bizim hansı səviyyələrimiz var? Ümumi təhsilinin məktəbə qədər çıxıram, ibtidai, ümumi orta, tam orta. Aha, bəli. Təlim səviyyələr. Bəli, onlar üzrə təlim nəticəsi. Məktəbə qədər yox, məktəbə hazırlıq. Doğrudur. Bəs məktəbə hazırlıq, bəli. Digər məzmun xəttləri üzrə, bir də sinifdən sinifə fənn üzrə. Aha, doğrudur, yaxşı. Bəs Səyyad müəllim, axşamınız xeyir, xoş gəlmisiniz. Allah'ım axşamınız xeyir, Əsmər müəllimə, çox sağ ol. Səyyad müəllim, bəs sinif üzrə təlim nəticəsi deyəndə nə başa düşürsünüz? Sinif üzrə müəllimə, məsələn, şagirli yoxsa üfüqi müəllimə? Yox, inteqrasiya soruşuram. Burada şagirlidir sinif üzrə. Yox, başa düşdüm. Təlim nəticələrini? Bəli, sinif üzrə təlim nəticəsini soruşuram. Məsələn, müəllimə inanırsa bu dərsi tam oxumadım, çatdıra bilmədim. Mən birinci mövzunu oxumuşam. Bunu
Yolda oxudum elə təxminən az Oxumaq oxumuşam. ehtiyac yoxdur. Məsələn, başa düşməyə, səsə qulaq asmısınız, göndərdiyim səsə. Ona da qulaq asmamışam müəllimə. Biraz başqa işlər vardı ona görə. Hə. Yaxşı. Kim qulaq asıb səsə? Müəllimə, mən qulaq asmışam, çox qəşəng başa düşür adam. Aha. Çox sağ olun. Əla. Buyurun, siz Daşdan zahat da verə gedib bilərsiniz. Leyla müəllimə, siz zahat verə bilərsiniz. Hansı suala müəllimə? Məsələn, ümumi təlim nəticəsindən danışırıq. Deyirəm ki, ümumi təlim nəticəsində sinifin sonu üçün təlim nəticəsi var. Bunu deyəndə nə başa düşürük? Bunun aydınlıq verə bilərsiniz? Müəllim, illik planlaşdırmamız elə sinifin sonu üçündür. Hər bir sinifin özü üçün illik planlaşdırma var. Bəli, Bu sinifin sonu üçündür. Bəli, Leyla müəllimə, çox gözəl, çox gözəl. İllik plan var. Bəli, əlimizdəki illik plan buna bir nümunədir. Yaxşı, sonra burada kim cavab vermədi? Ülvi müəllim. Müəllimə, eşidirəm. Ülvi müəllim, bəs bu məzmun xətti nədir? Müəllim, belə deyim də, qısa Loro dildə desək, hər fənnin şagirdə formalaşdıra biləcəyi bir bacarıqlardır da müəyyənləşdirir. Aha. Yəni fərqli fənlərdə də ola bilər. Yəni eyni bacarıq deyil. Yəni fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün də istifadə olunur. Belə bir ana xətti, yoldur, belə deyək də, hər bir fənnin məzmun xətti var. Bəli, doğrudur Ülvi müəllim. Yaxşı. Bəs İbrahim müəllim? Dedi ki, bu məzmun xətti İbrahim müəllim. Müəllim, eşidirəm. İbrahim müəllim, məzmun xətti yoxsa məzmun standartı dəyişir? Məzmun standartı müəllim, məzmun xətti dəyişmir. Çox gözəl, yaxşı. Bəs alt standart nədir? Mənim alt standart eləmiş şagirdlərin bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Bəli, doğrudur. Yaxşı. Bəs həbbə müəllimə? Mən eşidirəm. İnteqrasiya nədir və inteqrasiyanın hansı növləri var? Bunu da alım sizdən. İnteqrasiya əlaqələndirmə deməkdir. Hansı növləri var? Fənn daxili inteqrasiya var, fənlər arası inteqrasiya var, fənn üstü inteqrasiyada. Fənn daxili inteqrasiya iki qismə bölünür. Üfüqi və şaqili. Üfüqi o deməkdir, bir fənn daxilində məzmun xəttləri arasında olan əlaqədir. Şaqili isə siniflər arasında əsasən olan əlaqədir. İnteqrasiya ümumilikdə özü isə bütöv deməkdir. Bütövlükdə səhv etmirəmsə. Bəli, bütövləşmək deməkdir. Leyla müəllimə, sizə belə bir sual verim. Əgər mən desəm ki, bax bunu demişdim ki, yenilikdir. Əgər desəm ki, fənüstü inteqrasiyadan müəllim dərs prosesi var, fənüstü inteqrasiyadan sual verirəm. Müəllim dərs prosesi zamanı həyatdan misallar gətirir. Misallar gətirirsə, bu fənüstü inteqrasiya olacaq? Bir müəllimə, tətbiq varsa da fənn üstüdür. Amma misal ona aiddir. Bəli. Praktika ilə əlaqələndirmə də, yəni əsas o da əlaqələndirmə olsun. Bəli, icra olmalıdır, tətbiq olmalıdır. Çox gözəl, çox sağ olun. Əla, bu belə. Aha, indi keçək testlərimizə. Səhvlərimizə baxaq. Bir dəqiqə, testi açım. Tamamı yox oluq müəllimə, yoxsa göndərdiniz PDF-i? Tayma baxaq istəyirsiniz birinci. Yəni tayma baxaq. Yox, fərqi yoxdur, o birisi müəllimlərə nətər verirsən. Ya hamısını işləmişsinizsə fərqi yoxdur. Gəlin elə timedan başlayaq. Hə. Kimin səhvi hardadır? Buyursun. Məndə 20-ci sualdadır bir dənə müəllimə. 20-ci sualı izahatını vermişdim. Aydın oldu sizə? Həbbə müəllimə. Müəllimə, mən orada səhv eləmişdim. Sizin səhvinizə qulaq asdım müəllimə. Aydın oldu, yəni səhvin nədədir? Başa düşdüm səhv. Lap yaxşı. Sonra başqa? Başqa harda səhvlər var? 20-dən başqa. Müəllimə, məndə 7-ci sual var. Baxa bilərik. Bəli, baxa bilərik. 7-yə baxaq. Elə 7 mən də yazmamışam. Yaxşı, baxaq. İnteqrasiyanın növlərindən biridir.
məzmun standartlarının siniflər üzrə əlaqəsini əhatə edir. Yadınızda saxlayın ki, bu tipli verilən suallarda birinci hissədə nümunə verirlər, ikinci hissədə ona uyğun bir nümunəni tapırıq. İndi məsələn, Günay müəllimə sizə sual verim. Məzmun standartlarının siniflər üzrə əlaqəsi hansı inteqrasiyadadır? Fənin üstündə. Bir dəqiqə, bir də sualı başa düşüm, cavab verim. Yaxşı, belə sual verim sizə. Fəndaxili inteqrasiyanın hansı növləri var idi? Şaguli və üfüqi. Üfüqi nə idi, şaguli nə idi? Şaguli odur ki, məsələn, fərqli siniflərdə 8-ci siniflə 7-ci sinifə əlaqələndiririk. Üfüqi isə eyni fənnin mövzuları arasında olurdu əlaqələndirmə. Bəli. İndi siniflər üzrə əlaqə hansı oldu? Üfüqi müəllimə. Yox, Şaguli olur. Şagulidir. Baxın, məzmun standartlarına diqqət edirik. Məzmun standartlarının siniflər üzrə əlaqəsi müəllimlər şagulidir. Amma desəm ki, məzmun, yəni bir sinif daxilində, bir mövzu daxilində məzmun xətləri arasındakı əlaqə isə məzmun xətləri. Bu zaman nə olur? Həbbə müəllimə, bu zaman nə olur? Üfüqi. Məzmun standartları olduqda, bəli, şagülü məzmun xətləri olanda üfüqi olur. Aha, doğrudur, çox gözəl. İndi bizə şaguli inteqrasiya lazımdır. Gəlin şaguli inteqrasiyanı tapaq. A-da deyir ki, müəllim feilin xəbər şəklini tədris edərkən şagirdlərin oxuyub anlama bacarıqlarında inkişaf elətdirir. Burada məzmun xətləri arasında əlaqə var müəllimlər. Bizə məzmun xətləri əlaqəsi də üfüqidir, şagili deyil. Ona görə A-na çıxdıq. B-də deyir ki, müəllim ifadə yazdırarkən modal sözlər mövzusuna inteqrasiya edir. İfadə həm yazdırmaq, bir də modal sözlər də bunlar da məzmun xətləri arasında. Azərbaycan dilinin məzmun xətləri arasındakı əlaqədir. Sonra C-də deyir ki, müəllim ifadələrin həlli zamanı şagirdlərin vurma cədvəli bilməsinə istinad edir. Bunu məntiqdən tapa bilərsiniz. Məsələn, riyaziyyat müəllimi deyirsiniz, Azərbaycan dili müəllimi deyirsiniz. Amma C-də görürsünüz, vurma cədvəlini biz neçənci sinifdə öyrənirik müəllimlər? Ən aşağı sinifdə öyrənirik də. Ona görə ifadə həlləri də görürsünüz ki, aşağı sinif, yuxarı siniflərdə keçirilən bir mövzudur. Bu, yuxarı sinifdən aşağı sinifə əlaqələndirib. Ona görə siniflər üzrə əlaqədirsə, hansı inteqrasiya olacaq? Şaguli inteqrasiya. Bəli, şaguli inteqrasiya. Ona görə doğru cavab C variantıdır. Aydın oldu? Bəli, müəllim. Aha. Sonra başqa harda səhviniz var idi? 15-ci suala baxa bilərik, zəhmət olmaz. Bəli, bəli. Bax, 15-ə kimi var müəllimlər? 15-ə kimi var. Onda gəlin baxaq. Uyğunluğu müəyyən eləyin. Məzmun xətti alt standart. İbrahim müəllim, sizin səhvinizdir? Bəli, bəli. Yox, yazmamışam müəllim. Yaddan çıxıb yazmamışam. Bax, təlimdə inteqrativliyi təmin edir. Biz alt standartda funksiyalarını yazmışdıq. Alt standartın funksiyalarının içərisində nələr var idi? Deyə bilərsiniz. Yazmışdınız siz İbrahim müəllim. Deyim müəllimə. Bir dəqiqə Səyət müəllim. Sizə yazdırmamışdım. Siz onda qoşulmamışdınız hələ İbrahim müəllim. Keçən dərsi deyə bilərik. Yaxşı, onu deyin. Deyin görün müəllimlər. Alt standartın funksiyalarının içərisində nə var idi? Müəllimə, deməli deyirəm mən. Buyurun. Deməli təlim məqsədlərinin dəqiq müəyyən olması üçün etibarlı zəmin yaradır. Əla. Sonra təlimdə inteqrativliyi təmin edir. Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır. Bir də təlimin məzmununun davamlı inkişafını təmin edir. Orada bax nə dediniz? İnteqrativliyi təmin edir. Bəli, çox gözəl. Təşəkkür edirəm müəllim. Deməli İbrahim müəllim, alt standart təlimin inteqrativliyi təmin edir. Onun funksiyalarından biridir. Amma məncə siz o həmin dərsdə iştirak eləmişdiniz və yazdırmışdım onu. Təlimdə inteqrativliyi təmin edən alt standartdır. Ona görə bunu götürürük, 2-yə A-nı götürdük. Sonra fənnin şagirddə
formalaşdırdığı bacarıqlar üzrə müəyyənləşdirir. Bu da məzmun xəttinə aiddir. Məsələn, məzmun xəttində, tutaq ki, fiziki tərbiyənin məzmun xəttini deyək. Nə idi bu da? Deyin İbrahim müəllim fiziki tərbiyyənin məzmun xəttlərini. İnformasiya və təmin nəzəri biliklər, hərəki bacarıq, vərdişlər, hərəki qabiliyyətdə bir də şəxsiyyət mənəviyyat xüsusiyyətləri. Bəli, bax bu saydıqlarımız məzmun xəttlərdir və bu bacarıqlar şagirddə formalaşdırılan bacarıqlardır. Məsələn, dedi hərəki bacarıqlar və vərdişlər. Sonra hərəki qabiliyyətlər şagirddə formalaşdırılan bacarıqlardır. Ona görə bunu məzmun xəttinə aid eləyirik. Aha, aydın oldu bu. Bu nə deməkdir? Sonra C-yə baxaq. Məzmunun davamlı inkişafını təmin edir. Bayaq Ülvi müəllim alt standartın funksiyaları içərisində bunun da adını çəkdi ki, məzmunun davamlı inkişafını təmin edir. Bu nə deməkdir? Dedi axı, alt standart hər il dəyişir, dəyişkəndir. Alt standarta müəllimlər həmçində müdaxilə, dəyişiklik edə bilməz. Çünki alt standart dövlətin qoyduğu tələbdir. Aydın oldu? Və davamlı inkişaf edir. Amma dəyişməyən məzmun xəttidir. Məzmun xətti 1-ci sinifdən 11-ci sinifdə kimi bir fən daxilində qətiyyən dəyişmir. Amma desək ki, nə vaxt dəyişir? Deyirik ki, hər fənnin özünün məzmun xətti var da. Yəni fənlərə görə dəyişir. Fiziki tərbiyəninki ayrıdır, tarixinki ayrıdır, informatikanki ayrıdır. Ona görə fənlərə görə dəyişir. Aha, bu da aydın oldu. Sonra deyir ki, fənnin məzmunun əsas istiqamətini müəyyənləşdirir. Bunu hansına götürürük? Alt. Yox, fənnin məzmunun əsas istiqamətinin hansındaydı? Məzmun. Bəli, məzmun xəttindəydi. Bu da məzmun xəttindəydi. Sonra başqa. Başqa harda səhvimiz var idi? Müəllim 19-a baxa bilərsiniz. Başqa hərəki yoxdur mənim. 19-a baxaq. Hə, 19-a kimi yoxdur elə? Yox mənim, məndə 19-a Onda gəlin 19-a baxaq. Yanlış bəndi müəyyən edin. A-da deyir ki, məzmun standartları 2 hissədən ibarət olur. Bilik və fəaliyyət. Bu doğrudur. Məzmun standartı və yaxud da ki, alt standart eyni mənanı ifadə edir müəllimlər. Yəni burada çaşmayaq. Məzmun standartı və yaxud da alt standart. Dedik axı, alt standart bilik və bacarıqdan, yəni fəaliyyətdən ibarətdir. Ona görə bu doğrudur. Yanlış deyil. Anı çıxdıq. Öyrənmə prosesi baş verməsi məktəblə məhdudlaşdığı üçün dərsə ayrılan akademik saatdan səmərəli istifadə etmək mütləqdir. Müəllimlər belə bir sual vermişsə, öyrənmə prosesi məktəblə məhdudlaşır. Siz məktəbdən çıxırsınız, indi evdəsiz, evdə oturmusunuz, evdə öyrənirsiniz. Elə bu ağ yalandır da, səhv bedir də, başqa heç o birlərinə baxmağa ehtiyac yoxdur. Əgər nəsə başa düşməmişsə, oxuyum davam edim, izahatını verim nəyə görə səhvdir. Məsələn, C-də dərs prosesində müəllim inteqrasiyanın bir neçə növündən istifadə edə bilər. Dedik axı, məsələn, bir situasiyada bir neçə inteqrasiyadan. Misal üçün necə bir inteqrasiya? Mən sizə situativ suallar salmışdım. Orada məsələn bir situasiyada müəllim həm tutaq ki, tarix müəllimidir, öz fənnində inteqrasiya edir ədəbiyyata. Burada fənlər arası inteqrasiya oldu və yaxud da ki, tarix müəllimidir, öz məzmunla xətti arasında inteqrasiya edir. Məsələn, tarixi zamanla tarixi məkan və yaxud şəxsiyyət arasında inteqrasiya edir. Bu zaman fən daxili inteqrasiyadan istifadə etmiş oldu. Bu zaman bir neçə inteqrasiyadan istifadə etmiş oldu. Bəli, istifadə etmiş oldu. Ona görə D də doğru, C də doğru cavabdır. C-ni də çıxdıq. Bizə yanlış lazımdır. D-də deyir ki, şagird yönlük dərslərdə müəllimlər dərsi düzgün qurmaqla şagirdlərdə inteqrativ düşünmə formalaşdıra bilər. Bəli, bu da doğrudur. Bu da kurikulum tələblərindən biridir. D-də çıxdıq. E-də müəllim təlim-tədris prosesində şagirdin müxtəlif yaş dövrünün xüsusiyyətlərini nəzərə almalıdır. Bəli, doğrudur. Uşağın yaş xüsusiyyətini nəzərə almadan hər hansı bir təlim və yaxud da tədris biz təşkil edə bilərik. Eləyə bilərik müəllimlər, yaş xüsusiyyətini nəzərə almadan. Misal üçün 4-cü sinifə doğru materialını tədris eləyə bilərsiniz, eləməyəcəksiniz. Ona görə elə doğrudur, elində çıxdıq. Burada yanlış olaraq B-ni götürdük. Başqa. Başqa harda səhvimiz? Yoxdur müəllimlər. 42-yə baxaq müəllimə. 42-yə baxaq.
Cədvəldə. Aha. Bir dəqiqə. Uyğunluğu soruşur. Bu cədvəllərin işləmə qaydasını ilk öncə deyim ki, müəllimlər, doğrunun altından əgər uyğunluq deyirsə, doğrunun altından doğrunu, yanlışın altından isə yanlışı seçəcəyik. İndi bizə baxırıq. Bir də deyir ki, məzmun xətti mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Bu nəyin tərifidir, müəllimlər? Kimin səhvidir bu? Mənim. Aha, mənimsənilməsi nəzərdə tutulan, əvvəlcədən müəyyənləşdirilmiş bu hansının tərifi idi? Ülvi müəllim. Ümumi təlim nəticəsi. Bəli, ümumi təlim. Ümumi təlim nəticəsi. Bəli, ümumi təlim nəticəsidir. Ona görə bir doğru deyil İbrahim müəllim, biri çıxırıq. Bizə doğrunun altından doğru lazımdır. 2-yə baxaq. Məzmun standartı şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Biz dedik axı məzmun standartı və yaxud da alt standart eyni anlayışa gəlir. Və alt standartın tərifində də nə idi? Şagirdin bilik, bacarıq səviyyəsinə qoyulmuş. Bəli, dövlət tələbidir. 2-ni götürürük doğru kimi. Doğrunun altından 2-ni götürdük. Aha, indi bizə yanlışın altından yanlış seçmək lazımdır. 3-ə baxaq. Deyir, təlim nəticələrini həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi məzmun xəttidir. Məzmun xəttinin tərifi necə idi? Ümumiyyətlə, məzmun xətti nəyi reallaşdırmaq üçün lazım idi bizə? Belə sual. Ən üzrə təlim nəticələrini reallaşdırmaq üçün. Bəli, burada nə deyir bizə? Burada da eyni şey demirmi? Bəli, müəllimə. Bəli, o doğrudur, amma bizə doğru lazım deyil, bizə yanlış lazımdır. Yanlışın altından yanlışı götürməkdən ötürü. Ona görə 3-ü çıxırıq, 3-ü götürmürük. Çünki düzgün cavabdır, bizə yanlış lazımdır. 4-də deyir ki, məzmun xətti tədris iyerarxiyası olub, sinifdən sinifə keçdikcə dəyişə bilər. Dedik, məzmun xətti dəyişmir. Bəli, özünüz dediniz, dəyişmir məzmun xətti. Ona görə bizə yanlış lazım olduğu üçün 4-ü götürürük. Doğru cavab 2 və 4. İndi bu testin işləmə qaydasını bildinizmi müəllim? Bəli, müəllim. Əla, çox gözəl. Sonra başqa. Yoxdur səhvimiz. Başqa yox. Məndə yoxdur. Aha, lap yaxşı. Onda keçək o biri testə. Keçək müəllimlər. Keçək müəllim. Bir dəqiqə. Hə, buyurun. Buyurun. Səhvləriniz deyin. Aha, Kəmalə müəllimə xoş gəldiniz. Axşamınız xeyir olsun. Salam müəllimə, axşamınız xeyir olsun. Mən ancaq dinləyirəm, nəvələrim yanımdadır. Buradan insult keçirdim, gəlin gedib ora. Hə, Allah Ona şəfasını görə versin. dinləyirəm mən, bəli, mən körpədirlər. Hə, yaxşı müəllim. Onu soruşa bilərsiniz. Ona qədər varsa kimsə şey eləyə bilərəm. Mən də onda səhv eləmişəm. Hə, ona kimi yoxdursa ona baxaq. Aha, bir dəqiqə. 10. Müəllim ədəbiyyat dərsində şagirdlərə Dədə Qorqud dastandakı qəhrəmanlar ilə tarixi dövrün real qəhrəmanlarını müqayisə etməyi tapşırır. Bu kimin səhv idi? Müəllimə, mən burada fənlər arası seçmişdim. Bir də üfüqinə. Amma deyəsən üfüqi lazım deyilmiş. Müəllim, ay müəllim. Fənlər arasının bu üfüqi şagili hansının növləri idi? Hansı inteqrasiyanın növü idi? Fən daxilinin, elə bir ki, üfüqi sinif daxili idi, şagili siniflər arası. Aha, deyirsiniz, fənlər arası üfüqü götürmüşəm. Fənlər arası üfüqə heç uyğun ola bilər? Çaşdırmışam müəllimə. Bəli, üfüqü dedik, üfüqi şagili fən daxili inteqrasiyaya aiddir. Fənlər arası olmur, düzdür. Aha, bəli, amma burada bizə fən daxili lazım deyil. Dədə Qorqud dastanını ədəbiyyat dərsində müəllim tarixlə əlaqələndirir. Yəni tarixə inteqrasiya. Ədəbiyyatla tarixi. Ədəbiyyatla tarixi. Fənlə əlaqələndirir. Aha, bəli, doğrudur. Ona görə doğru cavab fənlər arası A variantı. Səhvinizi başa düşdünüz? Bəli, müəllim.
Sonra başqa. Deyirəm Tural müəllim, sizə ola bilər ki, qəliz gəlsin, çətin gəlsin, amma dərslərdə iştirak eləməmisiz deyə ola bilsin ki, belə sizə qəliz gəlsin. İnşallah izahatlara qulaq assaz, növbəti dərslərdə iştirak eləsəz, görəsiniz ki, o qədər çətin deyil kurikulum, narahat olmayın. Sonra. Deyir müəllimə, narahat olun, yaxşı izah edirsiniz, anlayıram. Yəni başa düşdüyüm tərzdə izah edirsiniz. Lap yaxşı, lap yaxşı. Sonra başqa? Buyurun. 15-ci suala baxa bilərik. Bəli, baxa bilərik. Baxaq 15-ə. Məndə də orada Hə, 15-də variantda səhvlik var. İndi mən sizə deyim. Bunu məsələn elə Günay müəllim siz oxuyun. Görüm nə götürmüsüz? İbtidai sinifdə müəllim Azərbaycan dili dərsində qida məhsulları mövzusunu seçərkən şagirdlər supermarketdə fərqli qida məhsullarının qiymətlərini müqayisə edərək hesablamalar aparırlar. Bu zaman müəllim inteqrasiyanın hansı növünü reallaşdırır? Mən burada həyatla bağlı olduğunu düşünərəkdən, yəni marketlərdən gedib bax, ona görə fənn üstü götürmüşəm Y variantı. Aha, birini düz tapdınız. Biri fənn üstüdür. Bir də inteqrasiya var. Onda kimin səhvi idi? İbrahim müəllim, Sülfü müəllim səhvi idi bu. Səsləriniz Mən amma şey nə elədim? Elə ki, burada həm Azərbaycan dili, həm də hesablama var deyə, dedim bir riyaziyyatla da iki fənn elə bir şey. Bəli, doğrudur. Burada həm fənlər arası var, həm fənn üstü var. Variant burada düzgün çıxmayıb. Həm fənlər arası, biri yazmamışam ona görə. Düzəliş edəcəm ona. Həm fənlər arası var. Birini Günay müəllimə dedi, birini də Əlvi müəllim dedi. Həm də fənn üstü var. Supermarketdə tətbiq edirlər, icra var. Həm də Azərbaycan dili ilə riyaziyyatın əlaqəli inteqrasiyası var. Hesablama aparırlar. Ona görə doğru cavab burada yoxdur. Siz özünüz düz tapırsınız. Sonra başqa. 17-ci sual mənim. Yaxşı. 17. 17-ni özünüz oxuyun. Müəllim həndəsə dərsində silindirin həcmi mövzusunu keçdikdən sonra şagirdlərə gündəlik həyatda silindir formalı əşyalar taparaq onların həcmini hesablamağı tapşırır. Şagirdlər evdə, məktəbdə və ətraf mühitdə olan silindir formasında əşyalar taparaq onların həcmini, formuluna əsasən ölçüləri hesablayırlar. Verilmiş situasyada müəllim hansı inteqrasiya növünü reallaşdırmaq olar? Aha. Siz nə yazmısınız bura İbrahim müəllim? Müsəlmət yazmamışam müəllim. Aha, bax İbrahim müəllim, burada şagirdlər müəllim tapşırıq verir. Şagirdlər gedir bunu evdə icra edir. Məsələn, deyir evdə əşyalar taparaq onların həzminin formuna əsasən ölçüləri hesablayırlar. Nəsə, həndəsəni evdə real həyatda tətbiq edirlər. Deməli, real həyatda tətbiq varsa, burada tətbiq edirsə bu sənin üstündə bu. Çox gözəl. Da özünüz dediniz, mən demədim. Doğrudur. Bəli, fənn üstüdür. Doğrudur. Məsələn, bəzən müəllimlər burada çaşa bilər ki, müəllim həndəsə hesablama, həndəsə də hesablamalar var da müəllimlər. Ona görə çaşmayaq. Burada sadəcə fənn üstü var. A variantı. Sonra başqa. Başqa var müəllimlər? Onsuz neçə dənə sual, 28 dənə sual idi. Başqa var? Müəllimə bir də 26-ya baxarıq. Rəhmət olunsun. Bəli, baxaq. 26-ya kim var? 22 var müəllimə məndə. 22-yə baxaq. Yaxşı, qaydaq 22-yə. 22-yə baxaq. Aha, uyğunluğu soruşur. Aha, uyğunluğu soruşur. Deməli, doğrunun altından yenə deyirəm. Doğrunu, yanlışın altından isə yanlışı seçəcəyik. Deyir ki, şaguli inteqrasiya yalnız eyni sinif daxilində fənlər arasında əlaqə qurmaq məqsədi daşıyır. İbrahim müəllim, sualım sizədir. Buyurun. Şagird inteqrasiya siniflər arasındaydı, yoxsa eyni sinifin məzmun xətləri arasındaydı? Siniflər arasında. Bəli, siniflər. Amma burada deyir ki, eyni sinifdə. Yəni bir sinifdə, tutaq ki, 8-ci sinifin məzmun xətləri arasında əlaqə deyir yaradın. Yaxud da mövzular arasında əlaqə yaradın, fərqi yoxdur. Ona görə bu şagird yox, üfüqi inteqrasiyadır. Biri çıxdıq, bizə doğrunun altına indirəm. Doğru lazımdır. 2. Alt standart şagirdlərin bilik bacarıqlarına qoyulan dövlət tələbi. Bu düzdür? Düzdür. Əla. Bunu götürdük. İndi yanlışın altından yanlışı seçəcəyik. Üstə deyir ki, məzmun standartları yalnız summativ qiymətləndirmədə istifadə edilir, formativ qiymətləndirmədə nəzərə alınmır. Bunu yadınızda saxlayın ki, məzmun standartları tək summativdə yox, formativ qiymətləndirmədə də nəzərə alınır. Yəni bu kitabda yoxdur, amma bunu qeyd edin. Yəni tək summativ yazsa səhvdir, formativdə də var. Yaxşı müəllimlər. Aha, biri də budur.
Ya səhv yazılıb çünki. 4-də deyir ki, az standartlar təlim nəticələrinin konkret səviyyələri üzrə inkişafını müəyyən eləyir. Bu da doğrudur, yanlış deyil. Yanlış olan 3 idi, bir də 3-ü götürürük. 2 və 3. Aydın oldu İbrahim müəllim. 3 niyə yanlış oldu? Bəli. Çünki deyir ki, təcə summativ qiymətləndirmədən istifadə olunur. Formativdə istifadə olunur çünki. Tək summativdə yox. Başa düşdüm. Aha. Sonra bir də gedirik 26-ya. Bax. İndi linkin vaxtı bitəcək, yenidən göndərəcəm. Aha, 26. Deyir, aşağıdakı fikirlərdən biri yanlışdır. Kimin səhv idi 26? 26. Hə, Ülvi müəllim sizin səhviniz idi? Bəli, mənim səhvim. Hə, yaxşı. Yanlışı soruşur. Effektiv inteqrasiya. Siz nə yazmışdınız? Gəlin sizdən onu soruşum və niyə yazmışdınız? Mən C-ni variantı, C-ni götürmüşdüm. Hə, siz C-ni götürmüşsünüz. Gəlin onu müzakirə edək. Məzmun xətti hər fənnin şagirddə formalaşdıra biləcək bacarıqlar üzrə müəyyənləşdirilir. Deyir, yanlışı soruşun. Niyə səhv olsun ki C? Doğrudur da. Məsələn, mən dedim ki, bayaq soruşdum sizdən İbrahim müəllimdən ki, Ülvi müəllim, sizin məzmun xətləriniz hansı idi? Məsələn, dediniz, hər iki bacarıqlar, vərdişlər. Bax, bunlar məzmun xətlərində, hər iki qabiliyyətdir. Bu, şagirddə formalaşdırılan bacarıqlardır və məzmun xətdə bu üzrə müəyyənləşir. Onu müəyyənləşdirir. Yəni, mən onun fikrindən aslında belə bir doğru kimi seçmişəm. Yəni, mexaniki səhv olublar. Hə, mexaniki. Yoxsa indi, çünki özüm dedim bayaq onu. Bayaq satılmışdım da. Hə, siz demişdiniz, onu bəli, özünüz demişdiniz. Məsələn, deyir ki, müxtəlif fənlərin məzmun xətləri arasında əlaqə qurulması üfüqi inteqrasiyaya aiddir. Sual verirəm sizə. Üfüqi inteqrasiya və şaguli inteqrasiya fənlər arasına aiddir, fən daxilinə aiddir? Hansının növləri idi? Fən daxili. Bu da deyir ki, müxtəlif fən daxili. Bu deyir, müxtəlif fən olan da fənlər arası olur. Yəni, bir neçə fən. Tarix, ədəbiyyat, fizika, onlar arasında inteqrasiya. Bizə müxtəlif yox. Eyni fən, üfüqi eyni fən daxilində olur. Müxtəlif fən yox. Ona görə yanlış cavab dedi. Aydınlar. Aha. Sonra qutardı. Var müəllimlər? Kim nəsə yazıb? Hə, yumşaq bacarıqlar deyəndə Həbbə müəllimə, məsələn, hər birimizin malik olduğu bacarıqlardır. Əsasən də məsələn, ünsiyyət bacarığıdır. Bunlar yumşaq bacarıqlara aid olunur. Aha. Sualınız qalmadsa müəllimlər? Qalmadı ki, testi bağlayıram. Bir dənə rəsmiyə müəllimə, orada mən 60 dənə testi təzə işləmişəm kurikulum mövzusunda da. Onun hələ cavablarını yoxlamamışam. Amma bir dənə 55-ci sualı mən başa düşmədim. Yəni onu bir dənə cavablandıra bilərsin. Onu bir dəqiqə açaq, görək vaxtı. İlk mövzumuz. Açsın bir dəqiqə onda, bir dəqiqə müəllimlər. Hamısı yazdım, 60-ında cavabları yoxlamamışam, amma 55-i yaza bilmədim. Bundan sonra hər biriniz qoşulun ki, yeni dərsin izahatı olacaq. Deməli, 55-ci sualı gedək görək. Nədir 55-də?